Salam değerli izləyicilərimiz. Sizləri igid qəhrəman oğullarımızdan biri olan Ağa Kərimov Elvinin ev muzeyindən salamlayırıq. Bugün nə qədər ağır olsa da, amma özümüzə borc bildik ki, gəlib ailəni ziyarət edək. Elvinin bacısına öz ehtiramımızı, başsağlığımızı çatdıraq. Allah anamıza qəni-qəni rəhmət eləsin. Ruhu övladının ruhuna qovuşdu. Ülviyə xanım, mən bilirəm ki, siz dəfələrlə bu ailədə olmuşsunuz. Ona görə istəyirəm ilk öncə elə sizdən başlayaq. Buyurun. Oradan da ürəyim çox pis oldu. Eşidəndə, yəni heç inanmazdım. O cürə qonaq qarşılayan, mehriban, gülərüz. Ancaq bir onu deyə bilərəm ki, ürəyi yaralı analar artıq dözə bilmir. Çünki övlad itirmək çox çətindir. Nə qədər də analar desə ki, güclüyük, qüdrətliyik, vətən sağ olsun, bayrağımız daim zirvələrdə ucansın, ancaq onlar çəkdiyin ürəklərində çəkdik və dözə bilmirlər bala dərdinə, Raziyə xanım, dözə bilmirlər. Anaların ürəyinin yarasına deyirəm ki, qurban olun. Allah səbirlərini versin. Çox sağ olun. Yerdə qalanlar. Değerli izləyicilərimiz, onu qeyd etmək istəyirəm ki, Elvin Ağa Kərimov 44 günlük haqq savaşında Ali Baş Komandanın bir çağırışına səs verərək dəmir yumruq kimi onun ətrafında birləşərək su qovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bugün hər kəs onu ehtiramla yad edir. Ruhun şad olsun igid oğul. Uğrunda canını fəda etdiyin vətən torpaqlarında üç rəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Bizim bir qonağımız da var. Rusiyadan gəlib Rostov şəhərinə Leyla xan Məhmədova. Buyurun. Mən də hər birinizi salamlayıram. Həqiqətən doğrudan rüyasında bugün bu ailə ocağa gəldik. Şəhidimizi ziyarət edəndə anası dünyasını dəyişir. Allah rəhmət eləsin, ruhu şad olsun, oğluna qovuşdu. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Nə deyə bilərəm? Mən həmişə hər dəfə vurguluyorum ki, analar yaşamalıdır, balalarına şəhidlərimiz yaşatmalıdır. Zaten şəhidlər bizim başımızın tacıdır, onlar yaşayır. Mən çox Hacı xanım danışır. Buyurun Hacı xanım, sizi dinləyək. Mən də hər birinizi salamlayıram. Raziyə xanım, təşəkkür edirəm sizə. Və şəhidimin Elvinimizin ev muzeyini ziyarət etmişik və bugün şəhidimizin anası 7 günü dünyasını dəyişib. Allah bacımıza rəhmət eləsin. Yaralı qəlbi var idi. Özü gedəndən sonra yaralı qəlbləri də yaraladı, dağladı, getdi. Allah yerini cənnət eləsin. Ruhu bilirəm, buradadır. Elvin oğlumuzun da ruhu buradadır. Anasının da ruhu buradadır. Ancaq mən bir söz deyim də, kim necə qəbul edir bilmirəm. Vətən üçün şəhid olan oğulların anaları isə oğullar üçün şəhid olurlar. Allah hər birinin məqamını ceyləsin. Yeri cənnət olsun. Düzdür, deyirik ki, dildə demək asandır ki, ana oğluna qovuşdu. Ancaq ana kimisi yoxdur oğul dərdini çəkə, oğul düşünə, oğlunu yaşada. Hansısa ana arxada qalırsa da, inanın ki, onun oğlu haqqında elə də, belə deyim, çox danışmırlar. Düzdür, dövlət səviyyəsində tədbirlər keçirilir, şəhidlərimiz ehtiramla anılır, yad olunur. Ancaq ana anadır. Anadan çox yanan yoxdur balaya. Allah Taala qızımıza da səbir versin. Allah ananızın yerini cənnət eləsin. Mən bilirəm ki, şəhid anaları cənnətdədir. Cənnət onların ayaqları altında olur. Oğulları şəhid olan anaların isə hər atdığı addımdır cənnətdir və o cənnət yazılır atdıqları addıma. Oğlunun yanındadır. Ruhu oğlunla bərabər, Elvin balamızla bərabər buradadır. Allah sənə səbir versin qızım. Sənin övladlarını qorusun ki, sən ananı və qardaşını daimi yaşadasan. Biz də yaşadığımız sürəcə Şamax şəhidlərini ziyarətə gələndə Elvin balamızla ziyarətə gələcəyik, yad edəcəyik və tarixlər boyu şəhidlərimiz yaşayacaq, unudulmayacaq və biz də çalışacaq ki, yaşadığımız sürəci şəhidlərimizi unutmayaq. Allah səbir versin gözəl qızım, Allah sizə ömür versin ki, indən sonra siz yaşadasınız həm ananızı, həm qardaşınızı. Çok sağ olun, teşekkür ederim əziz bacımız, güzel bacımız. Allah o gülər üzlü anamıza. Mən anamızı tanıyırdım. Dəfələrlə görüşmüşdük. Şəhidlər Xiyabanında bir yerdə olmuşduq. Yəni
Allah'tan onun məkanının cənnət olmağını diləyirəm. Eşidəndə xəbəri çox üzüldüm. İstəyirəm ki, bir-iki kəlmədə sizin üçün nə qədər ağır olsa da bilirəm ki, indi siz Elvini qəlblərdə yaşadacaq bir ana olacaqsınız. Elviyə xan, buyurun. Raziyə xanımdan danışım bacıdan. Bacı demək uşağı dünyaya gələn günü qardaşının şəhidli xəbərini aldı. Yəni o nə hallarda yaşayıb, mən onların həyat hekayəsini bilirəm, yazmışam da. Ancaq ana görə bilmədi o hekayəni. Yəni bunların həyat hekayəsini dinləmişəm. Çox belə çətin, acınacaqlı bir vəziyyətdə bunlar, yəni o uşaqları ana dünyaya gətirib, atı ilə, nə? Onların, yəni bütün şəhidlərimiz, hər biriniz bilirsiniz ki, çətinliklə dolanan şəhidlər olubdur. Ancaq vətən sevgisi, torpaq sevgisi hər şey üstün gəlib. Bacı ondan sonra bacı danışmır. Bacı heç bir tədbirdə danışa bilmir. Və bacının 3 dənədir övladı var. Allah səbir versin bacımıza. Allah anamızın məkanını cənnət eləsin. Ruhu qarşısında ehtiramla baş əyirik. Bu vətən sizi unutmadı. İgid vətən oğulları. Vətən sağ olsun.